Bugünkü sizinlə söhbətim ensefalitlər haqqında olacaq. Ensefalit sözünü hamı eşidib və bu xəstəlikdən hamı qorxur və belə düşünürlər ki, insan soyuq dəymədən sonra beyni iltihablaşır və ensefalit yarana bilir. Amma əlbəttə ki, ensefalitin çox daha ciddi səbəbləri var. Həqiqətən ensefalit beynin iltihabı deməkdir. Yəni beyin toxumasında ödem, şişkinlik, iltihab və nəticədə çox ağır nevroloji əlamətlər yaranır. Amma əlbəttə ki, ensefalit soyuq dəymədən yaranmır. Ensefaliti yaradan səbəblər var. Birinci səbəb virus və bakteriyalardır. Bir çox viruslar hematoensefalitik bariyeri keçərək beynimizdə iltihaba, xəstəliklərə səbəb olur. Odur ki, ensefalit keçirmiş insanın mütləq şəkildə qan təhlilləri və onurğa beynindən maye götürülməklə o viruslar və bakteriyalar təyin edilməlidir. Digər səbəblər isə autoimmun səbəblərdir. Yəni bəzən müəyyən bir xəstəlik keçirdəndən sonra bizim immun sistemimizdə sadə dildə desək çaşmalar yaranır. Yəni immun sistemi mikrobu öldürmək yerinə bizim beynimizin öz toxumasını zədələməyə başlayır və nəticədə autoimmun ensefalitlər yaranmağa başlayır. Autoimmun ensefalitdə biz müayinə etdikdə hər hansı virus infeksiya təyin eləmirik. Lakin nə təyin edirik? Antitellər təyin edirik. Yəni bədənimizin, beynimizin öz toxumasına qarşı yaranmış müəyyən bir antitelləri təyin edirik və bununla da ensefalitin əsl səbəbini tapırıq. Əlbəttə ki, ensefalitə şərait yaradan faktorlar var. Birincisi immun sistemin düşməsi. İnsan pis qidalanırsa, insan pis şəraitdə yaşayırsa, bunlar hamısı səbəb olur ki, immun sistem baskılansın və viruslar daha aqressiv olsunlar. Digər bir şərt isə sinir sistemidir, əsəbdir, stressdir. Bilirik ki, stressin təsirindən də immun sistemimiz baskılanır və nəticədə bədənimizin müqaviməti azalır və xəstəlik törədici mikroblar asanlıqla bizim müəyyən bir toxuma bariyerlərimizi keçirdərək xəstəlik törədirlər. Ona görə də immunitetimizə, sinir sistemimizdə, stressə qarşı dözümümüzə çox ciddi fikir verməliyik. Bəs ensefalitin əlamətləri nə ilə başlayır? Ensefalit baş ağrısı ilə başlayır. Baş ağrı, qızdırma və bundan sonra huşun pozğunluğu yaranır. İnsan artıq ayılmır yuxudan, key kimi vəziyyətdə olur. Ağır vəziyyətlərdə isə komaya düşə bilər. Ümumiyyətlə insanı ayıltmaq mümkün olmur. Bir müddət bundan sonra qıc olmalar başlayır. Bu qıc olmalar çox ağır olur. Tonik-klonik qıc olmalar, diş qıcanması, ağızdan köpük gəlməsi şəklində vəziyyətlər yaranır. Daha sonra isə insanın psixi fəaliyyətinin, davranışlarının pozulmasıdır. İnsan nitqini itirir, tanımır heç kimi, anlamağı zəifləyir. Xüsusilə uşaqlarda bu çox ciddi bir fəsad qoya bilir. Odur ki, biz ensefalitlərdən ona görə çox narahat oluruq ki, ensefalitdən sonra insanda qalıcı əlamətlər yarana bilər. Yaddaşı pozula bilər, davranışları pozula bilər, epilepsiya yarana bilər ensefalitdən sonra. Odur ki, bu əlamətlər yaranan kimi dərhal xüsusi tibbi xidmət almaq lazımdır. Ensefalitlərin səbəbi dəqiqləşdirilməlidir və bundan sonra ensefalitlərə lazım olan spesifik müalicələr aparılmalıdır. Lakin dediyim kimi, bəzi insanlarda isə onun qalıqları qalanır. Ensefalit sağalır, ensefalitdən sonra insanda hərəkət məhdudluğu, ifliclər, bədənin gücünün azlığı şəklində bir pozuntular yaranır. Bunları isə uzun müddətli reabilitasiya, fizioterapiya proqramı keçməklə biz bərpa eləyə bilirik. Odur ki, düzgün mütəxəssis və vaxtında müraciət etməklə hətta bu ağır xəstəlikləri belə mümkün qədər tez və vaxtında müalicə etmək mümkündür.